Peki hocam, Dentcon implantlarının iyileşme süreci ve fonksiyon sonuçlarını puanlarsanız birden 5'e kadar kaç puan verirsiniz? İmplantın səthinin SLA olduğunu nəzərə alsaq, tam sağlam və belə deyək də standart etalon orqanizmi hesaba alsaq, sağlanma müddətləri aşağı çənə üçün 1,5-2 ay, üst çənə üçün 2,5-3 ay üzərində. Amma implantın özünün dizaynının immediat istifadəyə və həmən yükləmə protokoluna çox uyğun olduğu üçün mən çox əməliyyatlarımda həmən yükləmə, yəni immediat loading çox istifadə edirəm. Bunu da 1,5-lə hesaba gətirsək 6. Son olarak Dentcon implantları değerlendirdiğinizde aklınıza gelen 3 kriteri söyler misiniz? Ən birinci özüm istifadə etdiyim üçün və həkimlərə həmin o belə deyək də hizməti verdiyim üçün həm Türkiyədən Azərbaycan üzərində, həm də Azərbaycanın özündə servisin çox yüksək səviyyədə olmağı, bütün istifadə olunacaq ara parçalarının özünün tam Avropa standartlarına uyğun olmağı, yəni izləyicilərimizə sadəcə informasiya xəttinə deyirəm, hər implantın, yəni Türkiyə istehsalı olan hər implantın Avropa ilə uyğunluq olan MDR sertifikatına sahib olmadığı halda bizim şirkətdə bizim o Dentcon implantlarında həmin o sertifikatımız var. Və bununla da bağlı istifadə etdiyimiz ara parçaların çox daha rahat işləmə uyğun olması, orijinallığı və gələcək ortopedik işdə əldə edəcək uğur üçün həkimin komfortunu təmin etməsi. Çok teşekkür ediyorum hocam. Buyurun. Bizlerle değerli fikirlerinizi paylaştığınız için ayrıca teşekkür ediyorum. İşlərinizdə çox-çox uğurlar. Sizin uğurunuz bizim uğurumuz deməkdir. Teşekkür ediyorum. Sizin şirkətin böyüməyi bizim şirkətimizin böyüməyidir və bu stenddə çox sevdiyim, çox hörmət edən həkimlərimiz hal-hazırda var. Hər şey üçün çox sağ olun. Biz teşekkür ederiz Yaxşı ki, hocam. sağ Çok sağ olun.